20 iyul 2026-cı il. Şorsulu kəndinin yaddaşına qara hərflərlə yazılan bir gün. Bugün yaşanan ağır faciə Şorsulu kəndini dərin hüznə qərq etdi. Baş verən dəhşətli yol nəqliyyat hadisəsi nəticəsində kəndimizin 4 mərd zəhmətkeş övladı Elnur Əhmədov Faiqoğlu, İlkin Qasımov Qismətoğlu, Vüqar Əsədov Tahiroğlu və Nazim Qasımov Həsənağoğlu vaxtsız olaraq həyata gözlərini yumdular. Bu itki təkcə ailələrin deyil, bütün Şorsulu kəndinin, onları tanıyan hər kəsin ürəyində sağalmaz yara açdı. Bir anın içində neçə ocaq sönüb, neçə ailənin dünyası alt-üst oldu. Belə acılar sözlə ifadə olunmur. Allah bütün dünyasını dəyişən qardaşlarımıza rəhmət eləsin, məkanlarını cənnət etsin. Yaxınlarına, doğmalarına və bütün kənd sakinlərinə dərin hüzünlə başsağlığı verir, uca Allahdan səbir diləyirik. Ruhunuz şad olsun. Şorsulu sizi heç vaxt unutmayacaq.